İran prezidentinin Azərbaycana dövlət səfəri iki ölkə arasında münasibətlərin bundan sonraki mərhələsi üçün böyük önəm kəsb edir. Tarixi bağları olan Bakı-Tehran arasında zaman-zaman bir sıra gərginliklər olsa da, hazırda Azərbaycanla İranın regionda icra edəcəyi layihələr söz gedən problemlərin həllini də labüd edir. Elə İran liderinin Bakı səfərini və münasibətlərimizin bundan sonraki perspektivləri barədə növbəti süjetimizdən biləcəksiniz. İmzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir. Onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq. Biz ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi dəstəkləyirik. Bu barədə bugün də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi. Çalışacaq ki, gələcək üçün geniş, əhatəli və daha yaxşı strateji planımız olsun. Bütün sahələrdə sənaye, elm, mədəniyyət, iqtisadiyyat, siyasət, təhlükəsizlik üzrə planlarımız olsun. Biz birlikdə bölgədə sülh, təhlükəsizlik və əmin amanlığı təmin edəcəyik. İran və Azərbaycan arasında münasibətlər uzun müddət gərgin notlarda inkişaf etsə də, son vaxtlar dialoq və əməkdaşlıq yönündə ciddi irəliləyişlər baş verib. İki ölkənin yüksək səviyyəli rəsmiləri bir neçə dəfə görüşüb, birgə layihələri müzakirə ediblər. Elə bu dəfə İran prezidenti Məsud Pezeşkiyanın Bakı səfəri də münasibətlərin yüksək istiqamətdə irəliləyişindən xəbər verir. İran-Azərbaycan münasibətləri böyük perspektiv vəd edir və bunun inkişafı üçün, bunun baş tutması üçün hər iki ölkənin prezidenti siyasi iradə ortaya qoymuş oldular. Ona görə də əlbəttə ki, İran-Azərbaycan münasibətləri bundan sonra yüksələn xəttlə inkişaf edəcəkdir. Xüsusi diqqət cəlb edən məsələlərdən biri regional münasibətlərə üçüncü tərəflərin qarışmaması məsələsindən bağlı prezidentlərin səsləndirdiyi fikirlər oldu. Bu da çox vacib məsələlərdir. Biz bilirik ki, Azərbaycanın yaratdığı yeni siyasi, yeni hərbi reallıqda regiona kənar müdaxilələr baş verməkdədir. Sülhün əleyhinə olan bəzi qüvvələr var. Amma təəssüf ki, münasibətlərimiz çox enişli yoxuşda olub. Ancaq yüksələn xətt üzrə getməyib. Eyni zamanda onda problemlər də olub və hesab edirəm ki, İran prezidenti Məsud Pezeşkiyanın Azərbaycana rəsmi səfəri məhz iki tərəfli münasibətlərdə yığılıb qalmış problemlərin həlli və irəliyə doğru addımlar atılması üçün çox önəmlidir. Azərbaycan üçün İran böyük bir bazardır öz yerində, həm də ki, bütövlükdə Asiyanın digər hissəsindən çıxış imkanları deməkdir. Amma ən önəmli məsələ budur ki, o bizim həm də bir millik, 2 millik hətta tarixi bir keçmişimiz var və kifayət qədər ciddi ortaq dəyərləri bölüşürük. Deməli, həm də bu istiqamətdən baxdıqda İran-Azərbaycan iqtisadi münasibətlərinin yarımçıq hissəsinin tamamlanmasına ehtiyac var. Əsas diqqət mərkəzində isə iqtisadi layihələr, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi dayanır. Bu dəhliz yalnız iki ölkə üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyət daşıyır. Bu yaxınlaşma təkcə iqtisadi sahədə deyil, həm də regional təhlükəsizlik baxımından önəmlidir. Hər iki tərəf əməkdaşlıq etməklə regionda sabitliyə töhfə verə bilər. Mənə elə gəlir ki, İran və Azərbaycanın o sinxron hərəkət etməsi hər iki ölkənin strateji maraqlarına uyğundur və elə görüşdə də İran və Azərbaycan münasibətlərinin strateji xarakter daşımasıyla bağlı ayrıca mətbuata, bəyanatda fikir səsləndirildi və bütün bunlar isə ölkələrimiz arasında münasibətlərin böyük gələcəyi olduğuna işarədir. İki dövlətin liderinin bu səmimiyyəti və bir-birinə münasibətdə dost, qardaş ifadələri işlətməsi ona dəlalət edir ki, həqiqətən də münasibətlərimizdə həllini gözləyən o müəyyən məsələlərin nizamlaması istiqamətində bundan sonra daha ciddi addımlar atılacağına inanırıq. Xüsusilə də iki tərəfli münasibətlərimizə soyuqluq gətirən məlum hadisələrlə bağlı qarşı tərəfdən biz daha ciddi, daha kəsərli və həlledici praktiki addımlar gözləyirik. Bundan sonrası üçün də təbii ki, normal qonşuluq münasibətlərinin bərpasından biz də yanayıq, amma təbii ki, bir dövlət olaraq bizim milli maraqlarımız, təhlükəsizlik maraqlarımız hər şeydən daha öndədir və bu maraqlar tapdalanmadığı təqdirdə münasibətlərin inkişafına şahid ola bilərik. İran və Azərbaycan arasında münasibətlərin istiləşməsi qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan yeni bir dövrün başlandığını göstərir. Bu prosesin davamlı olması isə regionda sabitlik və rifahın güclənməsinə
təkan verə bilər. به قولی شهریار بخونم و تموم بکنم میگه bir uçaydım bu çırpından yeline bağlaşaydım dağdan aşan seline ağlaşaydım uzak düşen eline bir görəydim ayrılığı kim saldı ölkəmizdən kim qırıldı kim qaldı mən sənin tək dağa saldım nəfəsi sən də qaytar göylərə sal bu səsi bayquşun da dar olmasın qəfəsi burada bir şer darda qalıb bağırır mürvətsiz insanları çağırır sağ olun Gülçin Aslanlı, Diqqət Efir üçün.